Herkese salamlar. Bugün sizlərə World Soccer Champions'te bir klubu necə olduğu qiymətdən daha aşağı qiymətə almaq olar, onu sizə bu günləri göstərəcəm. Bildiyimiz kimi Manchester City komandası hazırda İngiltərə Premyer Liqasında və oyundakı ən güclü komandalardan hesab olunur. Manchester City komandasının hazırki qiyməti 107 bucksdır. Əgər siz Manchester City komandası ilə oyuna başlamaq istəyirsinizsə gərək 107 bucksınızdan keçməli olmalısınız. Təbii ki də bəzilərimizin bucks azdır. Yəni 50 bucks olanlar var, 60 olanlar var. Hamının bucks təbii ki də çox deyil. Və bu səbəbdə sizin Manchester City komandasının daha az, yəni 107-dən daha az pul ödəyərək necə ala bilərsiniz? İndi isə bunu sizə ətraflı olaraq göstermiş olacağım. Görüyorsunuz kimi burada Manchester City komandasının qiyməti 107 bucks-a bərabərdir. İndi isə buradan çıxırıq. Biz oyunun lap əvvəlinə qaydırıq və oyunda yeni bir karyeraya daxil olduqda Retro Legend modunu aktiv edirik. Retro Legend moda daxil olduqdan sonra isə görüyorsunuz starta 1998-ci ildə sizə atır. Buradan siz kulüblər sitəsinə gəlirsiniz. İngiltərəni seçirsiniz və İngiltərədən görürsünüz ki burada Manchester City komandası hazırda burada harda iştirak edir? City komandası burada 3-cü divizyona iştirak edir və burada Manchester City'nin qiyməti 40 bucks-a bərabərdir. Yəni 40 bucks-a buradan siz Manchester City komandasını alsanız və artıq City'ni buradan almış olursunuz. Digərində də avtomatik olaraq açılmış olacaq. Yəni sizə bunu nümunə olaraq göstərirəm. Məsələn, burada 40 bucks qarşılığında mən Manchester City klubunu alıram. Görüyorsunuz kimi City komandasını mən burada aldım və Manchester hazırda gəldik ki, deyir gördüyünüz kimi City'yə gəldik. Burada City logosu da qeyd edilir ki, əvvəlki logodur. Və City komandasına gəldikdən sonra isə indi buradan çıxıram. Baxın, indi görürsünüz ki, digərində artıq City komandası açılmış olacaq. Bunu bir dənə silək. Yeni kariyeraya başlayıram. Pro seçdi. Seçəndən sonra isə girsin indi. Aha, girdi. Deməli, burada yenə gəldim kulüblər sitəsinə. İngiltərəni seçdim. Digər klublar seçdi. Gördüyünüz kimi artıq Manchester City komandası açmış olur. Özü 107 qızla yox. Biz bunu cəmisi artıq neçə aldıq biz bunu? 107 idi orada. Biz ona cəmi 40 verdik. Yəni 107 yox, 40 qız qarşılığında biz artıq City komandasını almış olduq. Eyni şəkildə Aston Villa da var. Görürsünüz ki burada Aston Villa'nın qiyməti 101 qızla bərabərdir. Məsələn, siz əgər Retro Legend modula bunu almağa çalışırsınız, məsələn, düz bəzi komandaların qiymətləri bahadır həddindən artıq, amma yəni bəzi komandalar var ki, onları sıralı şəkildə artıq ala bilərsiniz. Məsələn, yenə İngiltərə gəlsəm, burada Aston Villa'nı sizə göstərəcəm. Aston Villa burada 94 qızla bərabərdir. Yəni digərində 101 ikən burada 94. Yəni burada qiymət daha da yəni digərinə nisbətdə ucuzdur və ucuz şəkildə ala bilərsiniz. Bunu da qeyd edim. Sonra məsələn ki burada məsələn digər klublarda hazırda yəni 1998-ci ildə Parmanın qiyməti 102 qızıl. Yəni Parma heyətində görürsünüz ki Cannavaro var, Buffon var, Turan var. Belə oyuncular əgər oynamaq istəyirsinizsə, görürsünüz buradan sizə əgər Parmanı seçsə gələrsiniz 102 qızıl verəsiniz. Amma 102 qızıl vermədən də Parmanı daha ucuz qiymətə almaq olar. Necə almaq olar? Burada isə əksinə edir. Məsələn, bayaqlarda biz Pro'dan Legend'a keçmişiksə, bu dəfə isə Legend əvəzinə biz Pro'ya daxil oluruq. Daxil olduqdan sonra isə bir dəqiqə girsin. Hələ gözləyirik. Pro'ya daxil olduqdan sonra məsələn buradan biz dünya klasmanına daxil oluruq. Kulüblər sitəsinə gəldik. İngiltərə idi, İtaliya bu. İtaliyaya daxil olduq. Görüyorsunuz kimi Parma klubu hardadır burada? Parma deyəsən 2-ci divizyona iştirak edir, yoxsa 1-ə iştirak edir Parma? Parma burada 75 qızla bərabərdir. 75 qızıl. Bayaqları Legend modda 102 qızla bərabər olan Parmanı siz buradan 75 qızıl, yəni daha ucuz qiymətə alıb Legend modu üçündə aktiv etmiş olursunuz və rahat şəkildə artıq oynaya bilirsiniz. Onu da qeyd edək. Yəni daha ucuz qiymətə bu liqa eyni şəkildə bunun kimi artıq bir neçə artıq liqalar var ki, bir neçə klublar var ki, onlar da ala bilərsiniz.
Yəni belə də, yəni bu cür şəkildə artıq şəkildə komandaları ala bilərsiniz. Bu videonun artıq bir sonuna gəlmiş olduq. Növbəti videolarda görüşərək. Kanala abunə olub da like atmağı unutmayın. Hələlik deyirik. Sağ olun, salamat qalın.